olsun, xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bugün sizə çərçivə sənədinin 2026-cı il proqramında olan yeni salınmış ilk 11 mövzudan biri olan sayışda əsaslı tapşırıqların hazırlanması doktor norma nəzəriyyəsi ilə bağlı olan dərsimizin izahını vermək istəyirəm. Qeyd edeyim ki, bu dərsi biz tam real, daha da düzgün formada yəqin ki, Time kitabı çıxandan sonra görəcəyik. Amma Time kitabı dekabr ayında çıxacağı üçün dekabr ayında da mən də müdavimlərimi, izah gözləyən müəllimləri, deməli, onları intizarda qoymaq istəmədim və buna görə də bu dərsin daha rahat formada olan öz aldığım məlumatlar əsasında PDF-ini və izahını hazırlamaq qərarına gəldim. Baxın, bu da biz sizdən baxanda görürük ki, həmin bu keçəcəyim nəzəriyyə sizə bu ilin ilk ən yeni dərslərindən biridir. Çünki bura qədər biz inteqrasiya dərsidir, kompetensiya dərsidir, təfəkkürün növləridir, metakognitiv biliklərdir, biliyin növləri artıq yoxdur. Bilik və fəaliyyətin növləri bir yerdə verilib. Bu da həm biz taksonomiya növlərinə, həm də biliyin növləri haqqında qısaca məlumat sahibi olacağıq. Daima idrak taksonomiyasıdır, psixomotor və emosional çıxardılıb və ən yeni mövzumuz gəlir birinci burada, doktor Normanın nəzəriyyəsi. Və indi başlayalım biz sizdən bu nəzəriyyəmizin izahına. Qeyd edeyim ki, PDF-im özünə məxsus formada hazırlanıb, həmişə olduğu kimi çalışmışam ki, ən rahat formada müdavimlərimi mən materialla təmin edeyim. Gəlin başlayaq indi nəzəriyyəmizə sizdən. Baxın, ilk öncə siz sayışdan nə olduğunu bilməlisiniz. Məncə, indi öz müdavimlərim bilirəm ki, bunu bilir və məncə kurikuluma qoşulan ən azından cüzi bazası olan müdavimlər də bunu bilməlidir ki, sayışda bizdə kompetensiyanın bir digər mənası kimi istifadə olunur. Sayışlar dərsi bizdə ayrıca bir cədvəl kimi verilmişdi. Deyirdi ki, sayışda 21-ci əsrin hər bir insanında olması lazım olan bacarıqlardır. Hətta biz buna bilik, bacarıq, dəyər, vərdiş və keyfiyyətin məcmusu olan kompetensiyanın eyni anlayış kimi də baxa bilərik. Sayışda budur ki, bir insanda az da olsa bilik də olsun, bacarıq da olsun, dəyər də olsun, keyfiyyət də olsun, vərdiş də olsun. Yəni bir insan həyatı tam hazır formada olsun. Əslində bu dərs bizdə 3 hissəyə ayrılırdı. Deyirdi ki, sayışlar şagirdlərdə formalaşdırmalığımız sayışlar təfəkkürə, fəaliyyətə və dəyərə görə sirə ayrılırdı. Bunu bilirdiniz onsuz da növbəti əvvəlkilərin proqramında. Amma indi sayışda əsaslı tapşırıqlar deyəndə gəlin görək bizdən nələr tələb olunur. Deyir ki, tədrisdə əsas məqsəd uşağa ancaq məlumat vermək deyil. Bilirsiniz ki, müasir kurikulumda ən əsas məqsəd şagirdin öyrəndiyini tətbiq etmə bacarığıdır. Hətta biz deyirdik ki, bizim qiymətləndirməmizin biri var idi, PISA qiymətləndirməsi beynəlxalq növlərdəndir. Deyirik Azərbaycan orada demək olar ki, ən axırıncı yerlərdən birində çıxır çox zaman. Çünki bizim şagirdlərimizdə, elə bizim ölkəmizdə tətbiq etməmiz yoxdur. Bizimkilərin çoxu düzdür, artıq çox şükürlər olsun ki, bu biraz inkişaf etməyə doğru başlayır. Yəni tətbiq eləmə yoxdur. Sadəcə öyrəndiyini əzbərləyir, əzbər formada bu cür gedir. Elə kurikulumun özü də belədir. Bizim müdavimlərin, müəllimlərin çoxu ilk başlayanda elə bilir ki, kurikulum ancaq əzbərsizlikdir. Amma mən hər zaman deyirəm ki, biz kurikulumu piyasa formasında anlamalıyıq. O dərsi tətbiq eləməyi, başa düşməyi öyrənməliyik. Elə sayışda da buna əsaslanır. Sayışda deyir ki, əsas məqsəd şagirdə dərsi məlumatını vermək deyil. Şagirdə əsas məqsəd həyatda o dərsi tətbiq eləməsinə imkan yaratmaqdır. Buna görə də deyir şagird nəyi bilir deyil. Bunu harda və necə istifadə edə bilər? Bu suala deyir cavab verir bax bu dərsimiz. Deyir ki, sayışda əsaslı tapşırığın mahiyyəti burada. Budur ki, şagirdin deyir biliyini, bacarığını, dəyərini birləşdirsin və onu real vəziyyətə tətbiq eləməyə inkişaf etdirsin. Tətbiq eləməyə yönəltsin şagird. Yəni şagird həm biliyini, həm bacarığını, həm dəyərlərini bir araya yığsın və buna əsasən də nə isə tətbiq eləməyə bacarsın. Deyir bu tapşırıqlar şagirdi düşünməyə, əlaqə qurmağa, qərar verməyə, nəticə çıxartmağa vadar edir. Belə deyir tapşırıqlarda şagird artıq yaradıcılı olur, məsuliyyətli olur, onun fəal öyrənməsi inkişaf edir. Nə oldu sayışda bizdə? Şagirdin sanki, yəni sayışda yox, üzr istəyirəm. Sayışda əsas tapşırıq nə oldu bizdə? Şagirdin öyrənməsini tətbiq eləmək. Bunun da xeyri nədir? Şagird həm biliyə yiyələnir, həm məsuliyyətli olur, həm yaradıcılıq inkişaf edir bu şagirddə. Bax budur. Məsəl üçün deyir uşağa deyirsən ki, su canlılar üçün vacibdir. Bu sadəcə deklarativ bilik deyək də, əzbərçi bir şeydir. Bir də var uşağa sual verirsən ki, su olmasa təbiətdə və insanlarda nə dəyişər, nə baş verər? Bilirsiniz ki, belə bir şey deyim sizə. Liseylərin bir çox, indi birinci sinifə bəzi liseylər var ki, uşaq qəbul edir. Hətta onlar 5 yaşında uşağa belə bu tip suallar verirlər. Məsəl üçün, biz evdə hazırlaşan zaman bu lisey imtahanına 5 yaşında şagird bilməlidir ki, demir ona ki, günəş nədir.
Deyir, hə, günəş planetdir, tutaq ki, ulduzdur. Bunu demir. Deyir ki, günəş olmasa nə baş verərdi? Uşağa bunu öyrədin. Və yaxud da filan heyvan olmasa nə baş verərdi? Bax, budur bizdə səhiyyə əsaslı öyrənmə. İnsanı düşünməyə, dərindən düşünməyə vadar eləmək. Deyir, artıq şagird bu zaman düşünür, nəticə çıxardır, əlaqələr qurur, fikrini əsaslandırır. Əminəm ki, bu dərsi bir çox müəllimlər izləyəcək. İndi siz bir düşünün, övladınıza gedin bu sualları verin görək. Onlar sizcə həyatı bu tip sualları biləcəklərmi? Günəş niyə var? Günəş olmasa nə olar? Nə bilim, heyvanlar olmasa nə olar? Ailən olmasa nə olar? Yəni uşaqda artıq yaradıcı fikir formalaşsın. Bu nədir bizdə? Səyişdə əsaslı tapşırığın mahiyyəti uşağın beynini inkişaf etdirməkdir. İkinci deyir ki, var bizim burada növbəti mövzumuzun davamı normanın dərin bilik səviyyələri. Normanın dərin bilik səviyyələri deyir ki, bizdə yenə deyir, bu da şagirdin öyrənməsinin daha da dərinləşdirən bir proses kimi izah edir. Bu da deyir, uşaq öyrənən zaman daha da deyir onun beyni dərinləşir. Deyir, onun modelinə görə şagird əvvəlcə məlumatı qəbul edir. Baxın, əvvəlcə deyir qəbul edir, sonra anlayır, sonra deyir öz düşünməsini dərk edir. Baxın, bizdə mən dedim sizə, biliyin növləri artıq bizdə səthi formada verilib. Bu da sanki biliyin növlərinin daha bir fərqli formada formalaşmasıdır. Məsəl üçün deyir ki, normanın 4 səviyyəsi var. Bunun birincisi səthi bilikdir. Mən yenə vurğulayıram. Bu mənim tapdığım məlumatlara görədir. Biz elə bilmirik ki, Time kitabında bu nə forma çıxacaq. Əgər bu dərs yeniliyə uğrayarsa, mən yenə Time kitabının tam yeni formatında sizə izah verəcəm. Birinci nə oldu? Səthi bilik. Deyir, sadəcə bu tanımaq və xatırlamaq. Sanki əzbərçi biliyə aiddir. Məsəl üçün, bitkilər fotosintez zamanı oksigeni hasil edirlər. Əzbərçi bilik. Nə bilim, tutaq ki, filan şairin əsəri budur. Ən çox düzdür. Bu dərs bizim ən çox kimya, biologiya, fizika, təbiət fənlərinə bağlıdır. Belə görürəm ki, amma yenə də bunu digər fənlərə aid eləsək, sanki əzbərçi biliyə aiddir. Dərin bilik isə budur ki, birinci nə oldu? Səthi bilik. İkinci nə oldu? Dərin bilik. Dərin bilik budur ki, artıq uşaq bu məlumatlar arasında əlaqə qurur, səbəbdən nəticəni çıxardır və anlayır. Məsəl üçün, birində uşaq birinci fotosintezin formulunu bilirdirsə, nəyi odur, nəyi buraxır, bunu bilirdirsə, artıq ikincidə uşaq bilir ki, anlayır ki, fotosintez olmasa oksigen azalacaq. Fotosintez olmasa nə baş verəcəkdir? Bu oldu nə bizə dərin bilik. Üçüncü oldu anlayışlı bilik. Anlayışlı bilikdə isə uşaq indi bu anladığını tətbiq eləyəcək. Var idi bizdə prosedural bilik. Bax, onun kimi bir şeydir. Yəni, indi artıq özü neyniyir? Bunu öz həyatında tətbiq eləyir ki, meşələr olması görün nə olacaq? Və yaxud da gedəcək özü bir dipçək götürür, fotosintezin reaksiyası necədir? Bitkini qaranlığa qoyurlar. Artıq uşaq özü bunu eləyəcək. Aydındır? Yəni, sanki tətbiq edəcək bunu. Bu oldu üçüncü anlayışlı bilik. Dördüncü nədir bizdə? Metakognitiv bilik. Yəqin ki, bunu səhv eləmişəm. Metabilik ola bilsin ki, metakognitiv bilik kimi düşünək. Özünü dərk eləmə. Artıq uşaq bu da özünü anlayır. Artıq uşaq bu da özünü başa düşür. Artıq uşaq bu da öz həyatına bu dərsi inteqrasiya etməyə bacarır. Məsəl üçün, mən başa düşürəm ki, ağacların qorunması təbiət üçün yox, bizim də nəfəs aldığımız üçündür. Artıq uşaq bu fotosintez dərsinin öz həyatı, öz dəyəri, özünün oksigeni üçün önəmini anlayacaq. Bu da nə oldu bizdə? Metabilik oldu. Yəni, o hər dərsi uşağın özünün xeyri, özünün həyatı üçün anlaması. Bax, bu cürdür. İndi burada bir axırında mən belə bir qeyd eləmişəm ki, sərəştə əsası tapşırıqla bilik səviyyələrinin əlaqələnməsi. Bunu da bura yazmışam və buna aid bir neçə nümunə vermişəm. Gəlin baxaq. Deyir ki, əslində bu iki anlayış bir-birini tamamlayır. Dərin bilik səviyyələri öyrənmənin necə baş verdiyini göstərir. Sərəştə əsası tapşırıqları isə öyrənmənin praktik bacarığa çevirməyə kömək edir. Dərin bilik səviyyələri öyrənmə necə baş verdiyini, 4 səviyyədə baş verdi də səthi, dərin, anlayışlı və metabilik, düzdürmü? 4 səviyyədə olduğunu göstərdi. Sərəştə əsası tapşırıqları isə həmin öyrənməni praktik bacarığa çevirməyə kömək edir. Artıq uşağın o dərsi praktikaya çevirməsinə kömək elədi. Sərəştə əsası tapşırıqlar. Məsəl üçün, deyir su dövranına aid nümunə vermişəm burada. Deyir su dövranının mərhələləri adlanır. Uşaq suyun dövranının indi bu coğrafiya aid termindir. Mərhələlərini bilir ki, filan mərhələsi var. Bu səthi bilikdir. İkinci anlayır ki, bu nə üçün vacibdir? Anlamaq yəni artıq nə olub bunun? Dərin bilikdir. Üçüncü artıq daha da bunu özü tətbiq eləyir ki, öz-özlüyündə. Əgər bu su dövranı pozularsa, canlılara nə təsir edər? Bunu artıq uşaq daha dərindən anlayıb. Anlayışlı bilik nə idi bizdə? Tətbiq eləməkdən bağlı. Dördüncü isə artıq uşaq bunu öz ərazisi, öz dünyası, öz həyatı üçün. İndi yaşadığınız ərazidə suya qənaət üçün hansı tədbirləri görmək olar? Yəni, mən neyləyə bilərəm? Bax, bu axırıncı uşağın özünün elədiyi praktika ilə bağlı olan metabilik biliyi nədir? Sanki bizim sərəştlərimizin özəl yerinə aiddir. Məsəl üçün, deyir ki, bu cür tapşırıqlar çox olsa, uşaq məlumatı bilən yox, həm də artıq onu əsaslandıra bilən
eləyir, öyrənənə çevrilir. Məsələn, bu da bir dənə də mövzu vermişəm, enerjiyə qənaətdir. Uşaq enerjinin adlarını bilir, səthi bilikdir. Elektrik enerjisinə niyə qənaət etmək lazımdır? Bu dərin bilikdir. Artıq necə buna qənaət edə bilərik? Yollar axtarır, tətbiq axtarır və yaxud da necə bunu edə bilər? Dördüncü isə artıq buna yol plan hazırlayır. Üçüncünü bir də izah eləmək istəyirəm sizə. Tətbiq yəni gedib tutaq ki, özü düşünür ki, necə enerjiyə qənaət etmək olar? Sadəcə bunu tətbiq eləməyin yollarını axtarır ki, bu necə edə bilərik görəsən? İşığı söndürsəkmi, çox yanlı qoymasaqmı, işığı nə bilim şotçikdən ümumiyyətlə söndürək ki, daha az yatsın, beləmi eləsək? Özü üçün buna yollar axtarır. Bu oldu anlayışlı bilik. Səyişdə əsaslı bilik, yəni metabilik isə baxın, axırıncısı da bizim səyişdə əsaslı biliyə aidolan. Orada isə artıq özü üçün plan hazırlayır bunu qurmaqdan bağlı. Artıq həm özünə hazırlayır, üç tətbiqdir, anlayışlı tətbiqdir. Axırıncı bir isə hazırlayır, tətbiq edir, amma öz həyatından bağlı, özünlə bağlı bunu eləyir. Məsələn, bu da bizim var ki, ətraf mühitin mühafizəsi. Çirklənmə növlərini bilir. Oldu bu bizim sistemi, adı nə idi bunun? Səthi bilik. Tullantılar necə təsir eləyir? Artıq bunu anlayır. Olur dərin bilik. Üçüncü, nə etmək olar ki, bunu azaldaq? Bu oldu tətbiqi. Bilik üçün nə etmək olar? Nə edə bilərik? Ən axırıncıda isə artıq bunu hazırlayıbdı axırıncıda. Özünlə bağlayıb hazırlayıb. Artıq hazırladığı, axırıncıda olan, üçüncünün həyata keçirildiyi, dərin biliyin həyata keçirildiyi nə oldu bizdə? Anlayışlı bilik oldu. Bu da bizim elə səyişdə əsaslı öyrənməmizin əsasıdır. Baxın, bu axırıncısı. Ən axırıncısı həyata keçirdiyi. Deyir ki, səyişdə əsaslı tapşırıqlar, təlimi dərs otağından həyati bacarıqlara doğru aparır. Yəni səyişdə əsaslı tapşırıq bizim dedim, sizə bir də deyirəm. Bax, ən axırıncımızdır. Yəni sanki bu bizim artıq fənn-nüfs inteqrasiyamızdır, etdiyimizdir. Necə biz deyirdik fənn-nüfs inteqrasiyada ki, artıq bu hazırdır, var. Bu da elə bizim sanki ən axırda olanımızdır. Deyir ki, Doktor Normanın dərin bilik səviyyələri isə bu prosesi mərhələli və sistemli aparmağını təmin edir. Deməli, səyişdə əsaslı tapşırıq insanı dərs otağından həyata doğru aparır. Normanın bilik səviyyəsi isə bunu mərhələlərdən aparırdı. Müəllim həm iki yanaşmanı birləşdirsə, şagird ancaq məlumatı deyil, düşünməyi də öyrənər, daha mənalı olar, öyrənmə daha da dərinləşər. Belə müəllimlər, ümid edirəm ki, bu dərsdən bağlı sizin az da olsa məlumatınız oldu. Bu dərslə bağlı bir də mən Time kitabı çıxandan sonra, düzdür, Time kitabın özündən çəkməyəcəm izahı, çünki orada hər zaman qayız verilir. Ona əsasında bir də yaxşı bir tam yeni formatlarda PDF hazırlayacağam. Onu da izahını verəcəm sizə. Həmçindəki növbəti həftə ərzində düşən 11 yeni mövzumuzun hər birinin izahı və PDF-i sizin əlinizdə olacaq. Uğurlar, yeni dərsimizi paylaşmağı və like, komment yazmağı, like qoymağı unutmayın. Və yaxud da dərsdən bağlı bir narahatçılığınız varsa qeyd edə bilərsiniz.